Taşlar burada var. O hep kurulmuş. Sonra da size şey yapalım. Az geber. Bayaqlar sadəcə mən bir söz dedim. İnanırsınız ki, mən hansı şəhidi arzulamışamsa, pərrəm falan boyda gəlmişəm. Bax, şəhidimizi mən TikToklarda izləyirdim. Hərdən deyirdim ki, mən yaraşıqdır, ondan bu yerə bir də mən geçsəydim. Demək, biz Qəbəliyə getdik mən. Böyük bir tədbirlik. Qəbələdəki şəhidin anası ilə bəlkə də bir ildən artıqdır ki, mən onlardan danışıram. Ancaq arzulayıram ki, o şəhidi görüm, bilmirəm, ha, bu atanın, ananın övladıdır. Elə ürəyimdə hər dəfə deyirəm, ay Allah, mənə nəsib elə, mən o şəhidin evinə gedim. O şəhid də bilirsiniz hansı şəhiddir. O deyir, mənə bir su verən olar mı? Mənə bir su verən olar mı? Televizor şeydə qoyur ekranda. Yəni o susuz olan şəhid elə gözləyir, heç kim gəlmir. Bax, həmin şəhidi demək, bir elə mən adam dəvət elədi evinə. Dedim ki, yox da, mən bu atayla anayla gedəcəm. Bilmirəm ki, o evdir. Getdi, yoxdur, xəyətdə, anasına var gəlmədi, qaynatdı, çay dəmlərlər ki, mən dedim ki, yox, mən girim, siz oturun içeri. Girdim içəri girəndə, istər-istəməz, şəkili görəndə məni ağlamaq tutdu. Özümdən asılı olmadı. Özdə mən şəhid evinə gedəndə heç vaxt ağlamıram. Özümə həmişə möhkəm tuturam ki, olmaz da, mən getmişəm ziyarətə. Mən heç nə dedim ki, məni burası nə gətirmişsən? Evdən. Artıq şəhidin evləndir. İndi bunu mən o qədər arzulayırdım ki, bayaqda qalandan deyirəm ki, bax, özdə əsas bu şəklilə, bu şəkilə. Bax, bu şəkil. Ən çox şəkillər bunlardır ki, olan. Mən deyirəm də, mən özüm mənxəz almışam. Belə o şəhid məni arzulayırsa, mən o evdə olam. Və getdiyim evdə mənim durmuram, ha. O şəhid məni oturur ki, getmə. Bax, onu mən hiss edirəm. Hamısı görüntüdə bu albamın bir daha bunların Yəni bu da Allah'ın bir şeyidir. Bir hikmətidir ki, mən onları gəlib tapıram, görürəm. Yəni mən bilmirdim, bax indi bu şəkil özdə o qədər yaddaşım şey olub ki, nə qədər ki evə gedirəm, həmi yazılar, getmək, gəlmək, insanı görəndə ancaq gözdən tanıyıram da. Əzbərdən ad da yadımda qalmış. Hamısı nur özlü insanlar. Yeni dəstədən sağ qalan cəmi 4 nəfər idi. Onun da bir avtomobil qəzasında boğulan İlkin. Keçən il fevral ayının içində avtomobil qəzasında anası, bacısı, atası bir də özü. Bir ailənin 500 bir vardı, bir dənə qızı qaldı. Sonra yerdə qalmamışsa. Bax görürsünüz ana. Bax, bu nə deməkdir? Yəni Ağrıqda yaralanmışdı. bax görsən orada şəhid qismət olmuyor. Yəni Allah bunları seçib, bunlar seçilibdir. Bunlar seçilmişlərdir. Tabii ki bura ayrı zaman yok. Karabağ kendi. Qarabağ kəndi. Zırqanlı Qarabağ kəndi. Ən çox bu şəklin paylaşırlar. Bir də gülən şəkli var. Onu çox Öyle paylaşırlar. rahmetli güleriz. Aynen. Güclü sniper idi. Təsəvvür Gəncədən indi hal-hazırda Baraza uşağın komandiri var, Zəfər Yusufov, milli qəhrəman. Aha. O gəlib seçib aparmışdı 2 nəfər, Mirəşrəf Bəyəli Mirsəfa, bir də Yerşəni. Orada da yenə 2 yerə vurdular. Birini yolladılar Nasosluya, birini yolladılar Zərbədə. Gəldi, ikisi də yeni gündə vuruldu. Oktyabrın 11-də ikisi də vuruldu. Mirəşrəf Bəyəli Mirsəfa ilə həmən gün şəhid oldu. Bizim Kəmal 100 gün yaşadı. Komada olsa da 100 gün. Bu bilirsiniz, Gürcüstan sərhəddinə ki biz sərhəddə erməniləri Gürcülər baskın eləyib orada milli ordunun sərhədçilərin silahlarını almışdı. Onları getmişlər tərsilah eləməyə Gürcüləri o vaxtı çəkilən şəkildə toz torpaqda. Ona durub da çəkilir. Sovet yemekleri değil mi? Sovet mekanizm olmalı. Bu Qarabağ. Murovdur, burada Murovda çəkilib, bu da Murovda çəkilib. Ondan sonra... Bunun belə bir dənə şəkili var, verərdiniz mənə. Mən onu böyüdüb ofisimə vuracam.
Teşekkür ederim.